Herkese selamlar. Bugün sizlerle Find hakkında danışacağıq. Find bizə rahat şəkildə məlumatları cədvəl içərisində tapılmasına köməklik edir və sonradan onu üzərində düzəlişlər edə bilərik. Bunun üçün nə etmək lazımdır? Biz cədvəlimizi Ctrl-A ilə hamısını seçirik və daha sonra gəlirik Home menusuna. Home menusunda Editing hissəsində Find Select var ki, klikləyirik və burada Find var. Find'i klikləməklə bizə belə balaca bir menü açılır və bu menuda axtaracağımız məlumatı yazırıq. Məsəl üçün, yazaq indi bizə tapsın, məsəl üçün, Aysil adında olan şəxsi. Onun üçün yazırıq bura Aysil. Aysil'i yazdıqdan sonra bizdə görürük ki, aşağıda belə bir məlumat var, yəni option hissəsində. Ola bilər ki, sizdə beləcə görünsün. Amma bu option hissəsinə klikləməklə bu formada iri həcmli pəncərə açılır. Keçib bu biri tərəfə find etmədən öncə digər hissəni də izah edim. Within o deməkdir ki, burada klikləsək görürük ki, 2 dənə bizə seçim verir. Birinci seçim odur ki, bizdə sheets formasında, yəni ancaq bu cədvəldə olan məlumat üzərində işləyir. Amma elə ola bilər ki, məsəl üçün bizim məlumatımız digər cədvəldə də olsun, yəni digər hissədə də olsun. O zamanı biz workbook-u seçməmiz kifayətdir. Bizdə indi bu cədvəldə olduğuna görə, yəni bu səhifədə olduğuna görə biz sheet-i seçirik. Daha sonra gəlir search nəyin üzərində axtarmaq. Bunu da klikləsək görürük rows var və bir də columns var. Rows odur ki, dirdə axtarır məlumatı. Columns isə sütunlarda axtarır məlumatı. Məsəl üçün, əgər bizim məlumatımız görürük ki, ICL-lərimiz sətirlər üzərində yerləşib, məsəl üçün, ikinci sətrimizdə var, bir də dördüncü sətrimizdə. Deməli, biz rows-u seçməliyik və axtarışı rows üzərində aparmalıyıq. Amma ola bilərdi ki, bu sütunlar üzərində olsun, məsəl üçün, ICL A sütununda olsun, B sütununda olsun, C sütununda və s. kimi. O zaman columns-u seçməmiz kifayətdir. Bizdə rows olduğuna görə rows-u seçirik. Sonra gəlir looking nədə? Məsəl üçün, bir var values-da, bir var formulas və bir də var comments-da. Əgər formulasda seçsək, biz ümumi olaraq bütün formulasda olan axtarırıq. Values isə dəyərlərdə, yəni hər hansı bir məlumat xarakterlidirsə, məlumatı seçir. Comment isə hər hansı bir məlumatın rəyində olan axtarışıdır. Bizə indi values-da lazımdır ki, values-da seçsin, yəni bu məlumatdır. Bunu yuxarıda bu gördüyümüz format hissəsi də var. Burada no format set var. Əgər misal üçün burada hər hansı bir cədvəlimizdə bizim xanamızda format olardısa, yəni fərqli format olardısa, məsəl üçün ola bilərdi ki, bu xananın rəngi fərqli ola bilərdi, ölçüsü fərqli ola bilərdi, yazı forması fərqli ola bilərdi. O zaman burada mütləq şəkildə həmin məlumatlar düşəcəkdir. Və biz buradan daxil olmaqla format hissəsinə choose format from cell-dan məsəl üçün klikləməklə buradan tutaq ki, seçə bilərdik ki, hansını daxil olsun. Biz də görürük ki, burada məsəl üçün indi bunu seçdik, amma burada heç bir format yoxdur deyə bunu clean find formatı eləyirik ki, yəni bizim heç bir formatımız uyğun gəlmir. Yəni hamısı ağ rəng olduğuna görə biz hamısına ağ rəng olanları tapa bilmərik. Və bu şəkildə biz format verə bilərik və yaxud da formatı özümüz uyğunlaşdıra bilərik ki, məsəl üçün nömrəyə görə olsun ki, ümumi məlumat olsun, nömrəyə görə, məzəniyə görə və yaxud da alignment hissəsinə görə biz özümüz dizayn edə bilərik. Font formasına uyğun olan axtarıb tapa bilər, sərhədi formasına görə məsəl üçün axtarıb tapa bilər, fil hissəsində məsəl üçün rənginə görə axtarıb tapa bilər və yaxud da ki, hər hansı məsəl üçün qoruyucu formasında, məsəl üçün, elə ola bilər ki, biz xanamızı kilitləyə bilərik, onu axtarıb tapa bilər və s. kimi. Bunu OK sıxmaqla biz onu aktivləşdiririk və öz axtarıb tapır ki, %100 misal üçün ICL hansı uyğundur, onu axtarıb tapsın. İlk öncə bu 2 dənə funksiyasız işləyək, yəni find olub klikləyək və gördük ki, avtomatik olaraq bizə 2 dənə ICL axtardı tapdı. Biri ICL bu şəkildə böyük yazılan, biri də kiçik olan ICL-dir.
və biz onu misal üçün find next eləməklə bizdə orada harda ICL varsa, Excel həmin ICL-in üzərinə gəlir. Və burada gördüyümüz kimi burada formada tapdı, amma biz bura böyük ICL yazmışdıq. Bizə balacanı axtardı, tapdı. Biz bunu istəmiriksə, o zaman mütləq şəkildə match case-i toxunmalıyıq. Match case odur ki, əgər misal üçün böyükdürsə böyük olan yazılan axtarıb tapacaq, kiçik yazıbsansa bura kiçiyi axtarıb tapacaq. Misal üçün əgər sən istəyirsinizsə kiçik olan axtarsın, tapsın, o zaman kiçik axtarıb tapa bilər və find all axtarmaqla gördük ki, ancaq %100 nə yazmışıqsa onu axtardı tapdı. Yəni ancaq balaca ICL axtardı tapdı. Ancaq ola bilər ki, misal üçün bizdə bu yazmışıq və istəyirik ki, tutaq ki, bizə boşluq var, amma bilmirik ki, hansı ICL-dədir. Biz balaca da yazsaq, misal üçün burada tutaq ki, yazıb boşluq qoysaq və bunu yenidən klikləyib OK sıxsaq, görür avtomatik olaraq bizə tapdı ki, sən demə burada problem var imiş, yəni bizdə boşluq var imiş. Həqiqətən də boşluq varmı? Gəlin onu yoxlayaq. Misal üçün həmin şeyin üstünə gətiririk və görürük ki, misal üçün burada boşluq var və o boşluğu silsək və bunu find all-u klikləsək, görürük ki, artıq heç bir məlumat tapılmadı. Niyə? Çünki artıq biz o boşluğu götürdük. Və bu şəkildə biz üzərində düzəliş edə bilərik. Match entry cell contenti biz bu şəkildə də götürə bilərik. Təkcə o boşluqları olan yox, ona uyğun olanı axtarır tapır. Match case %100 eynin axtarır tapır, belə desək. Match entry cell contenti isə biraz da uyğunluğu olsa onu axtarır tapır. Yəni fərqi yoxdur onun üçün. Balaca yazılıb, böyük yazılıb, aralarında boşluq var, yoxdur, rəqəm var, yoxsa yox. Əgər misal üçün yazıbsansa ICL, o ICL-ləri axtarıb tapacaq.